Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Möhtərəm qardaşlar, Allahın izniyle Fiqhul Müyəssər kitabını davam edirik. Namaz fəslində qaldıq və bugünkü dərsimiz mövzu Salatut Tatavvu, yəni nafilə namazı haqqında olacaq. Nafilə namazı nə deməkdir möhtərəm qardaşlar? Kullu ta'atin leysə bivacibə. Kullu ta'a, yəni hər bir itaət leysə bivacibə, vacib olmayan. Bir var bildiyimiz kimi fərz namazlar, da var tatavvu, əlavə namazlar. Birincisi möhtərəm qardaşlar, fadluha və hikmətu məşru'iyyətihə. Onun fəziləti və onun məşru olmasında olan hikmətlər. Birincisi fadluha at-tatavvu bis-salati min afdalil qurbati ba'dal cihad fi sabilillah və talabul ilm. At-tatavvu əlavə namazlar, tatavvu namazları hansı ki qılırıq. Min afdalil qurbat. Ən əfzəl Allaha yaxınlaşdıran əməllərdir. Cihaddan və elm tələb etməkdən sonra ən fəzilətli əməllərdir. وَالْمُدَاوَمَةُ النَّبِيِّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ عَلَى التَّقَرُّبِ إِلَى رَبِّهِ بِنَوَافِلِ الصَّلَوَاتِ. Allah Resulü sallallahu aleyhi və səlləm davamiyyətli olaraq bu namazlarla Allaha yaxınlaşardı. وَلِحَدِيثِ أَبِي هُرَيْرَةَ رَضِيَ اللّٰهُ عَنْهُ قال. Əbi Hurayra radiyallahu anhu buyurur ki, Qala Resulullah sallallahu aleyhi və səlləm, Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu, İnnəllaha Teala qal. Allah subhanahu və Teala dedi, Mən adə li vəliyyən fəqad əzəntuhu bil harb. Kim mənim dostluğuma düşmənçiliyi edərsə, ona hərb elan edərəm. Və mə təqarrabə iləyyə abdi bi şeyin əhəbbu iləyyə mimmə iftaradtuhu aleyh. Qulum mənə ən çox fərzlərlə yaxınlaşar. Yəni, sevərəm onu, hansı ki, fərzlərlə yaxınlaşır. وَمَا يَزَالُ عَبْدِي يَتَقَرَّبُ إِلَيَّ بِالنَّوَافِلِ حَتَّى أُحِبَّهُ. Və sonra qulum mənə nafilələrlə o qədər yaxınlaşar ki, onu sevərəm. Bildiyimiz kimi, möhtərəm qardaşlar, fərz əməllər üzərimizdə, hər bir müsəlmanın üzərində fərzdir. Hansı ki, biz 5 vaxt namazı qılırıq və ondan sonra qıldığımız sünnətlər tatavvu sayılır. Yəni, əlavə, nafilə namazlar sayılır. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, qulum mənə nafilələrlə o qədər yaxınlaşar ki, onu sevərəm. Və Allaha sevimli olan və Allaha yaxınlaşdıran ən gözəl əməllərdir, möhtərəm qardaşlar. Nafilə əməllər, tatavvu əməllər. İkincisi, onun hikmətu min məşru'iyyətihə. Hikmə min məşru'iyyətihə. Onun məşru olmasının, buyurulmasının hikməti. Və qad şəra'allahu subhanahu ət-tatavvu rəhmətən bi'ibadih. Allah subhanahu və teala qullarına rəhmət olaraq onu məşru edib. فَجَعَلَ لِكُلِّ فَرْضٍ تَطَوُّعًا مِنْ cinsi. Hər bir fərzin ona öz cinsinə uyğun nafiləsi var, əlavəsi var, namazları var, ibadətləri var. لِيَزْدَادَ الْمُؤْمِنُ إِيمَانًا وَرِفْعَةً فِي الدَّرَجَاتِ بِفِعْلِ هَذَا التَّطَوُّعِ. Hansı ki, onu etməklə müminin imanı artır. وَرِفْعَةً بِالدَّرَجَاتِ. Onun dərəcəsi Allah qatında ucalır. بِفِعْلِ هَذَا التَّطَوُّعِ. Bunu etməklə. Həqiqətən, hər bir mümin fərzi yerinə gətirir və bilir ki, üzərində fərzlər var. Onu tərk etmək olmaz. Ancaq nafiləyə gəldikdə isə, görürsən, bir çox müsəlmanlar səhlənkarlıq edir. Nə üçün səhlənkarlıq edir? Çünki bilir ki, üzərində vacib deyil, fərz deyil. Ondan soruşulmayacaq. Ancaq edərsə savab qazanar və dərəcəsi qalxar, imanı artar və ona görə də baxırsan bəzən bəzi möminlər, bəzi namaz qılanlar
ona səhlənkarlıq edir. Ona görə mömin çalışmalıdır ki, nafilə namazları tərk etməsin. Nafilə namazları insanın imtihanıdır. Hansı ki müminin imtihanıdır. Və üzərində fərz olduğunu bilir və onu yerinə gətirir. Onu tərk etmir. Ancaq nafilələrlə imtihan olunur. Əgər sadiq mömindirsə, daimi şəkildə nafilə namazları qılır və beləliklə də nə qədər çox nafilə namazı qılarsan, buyurulan təbii ki, sünnədə gələn nafilə namazları və beləliklə də Allah subhanehu və teala o qədər yaxın olarsan. Və hər birimiz həyatımıza baxsaq, görərik ki, bəzən nafilə namazları insana ağır gəlir. Nəyə görə ağır gəlir? Çünki onu üzərində fərz bilmir. Onun üçün də bir çox hallarda görürsən və bəzən hallarda onu tərk edir və tərk etməyə cürət edir. Ancaq mömin bilməlidir ki, Allaha insanı yaxınlaşdıran ən gözəl əməllərdəndir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Əbi Hureyra radiyallahu anhudan rəvayət olunan hədisdə قال إن أول ما يحاسب به العبد المسلم يوم القيامة الصلاة. Qiyamət günü ən birinci sorulacağımız namazdır, möhtərəm qardaşlar. Necə ki hədisdə buyurulur. فَإِنْ أَتَمَّهَا وَإِلَّا قِيلِ. Əgər tamamlanarsa, əgər tamamlanmazsa ona deyilər unzuru həlləhu min tatavvu. Baxın görün onun nafiləsi, əlavə namazı varmı? فَإِنْ كَانَ لَهُ تَطَوُّعُ أَكْمَلَتِ الْفَرِيضَةِ مِنْ تَطَوُّعِهِ. Onun nafilələri ilə tatavvu namazları onun əksiklərini örtər. ثُمَّ يَفْعَلُ بِسَائِرِ الْأَعْمَالِ الْمَفْرُوضَةِ مِثْلُ ذَلِكَ. Və başqa fərz əməlləri də eyni şəkildə nafilələrlə bağlanar. Nafilələrlə tamamlanar. Ona görə nafilə namazları, tatavvu namazları möhtərəm qardaşlar həyatımızda çox önəmlidir, çox mühümdür. Çalışmalıyıq ki, heç zaman onu tərk etməyək. Bəzi alimlər onu fərzin qalxanı adlandırır. Necə? Yəni insan nafilələri qılmazsa fərz namazı naqis olar. Nəyə görə? Çünki insan nafilələri qıldıqda bilir ki, qarşısında fərz namazı gözləyir onu. Ona hazırlıqdır nafilə namazları. Əgər birbaşa gəlib fərzə girərsə, bəzən gecikər, bəzən xuşusunu tuta bilməz. Yəni, namazda özünü tam sağlam, zehnini, fikrini tam sağlam tuta bilməz. Ona görə nafilə namazları, möhtərəm qardaşlar, fərz namazının qalxanıdır. Yəni, onu qorunmasına səbəbdir. Ona görə çalışmalıyıq ki, nafilə namazları buraxmayaq. Sonra, fi əqsamuha, qismləri var. Salatut tatavvu alə'n-nəv'ayn. Tatavvu namazı, əlavə namazlar iki növdür. Salavatun muaqqata bi əvqatin muayyənə, hansı ki, müəyyən vaxtlarda buyurulub. Və tüsəmmə bin nəvafil muqayyədə, hansı ki, təyin olunmuş nafilə namazlar. Və həzi minhə mə huvə təbi'un lil-fəraid. Hansı ki, fərz namazlara bağlıdır. Hansı ki, ratibə sünnətləri qılırıq. Ümumi olaraq bunlar tatavvu adlanır. Bunlar da fərz namazlarına bağlı olan ratibə sünnətlərdir. Və bəziləri də o minhə mə leysə bi təbi'in kəsalatil vitr və həmçinin vitr namazı və duha və kusuf. Və ikinci növ isə salavatun qeyr muaqqata bi əvqatin muayyənə. Namazlardır ki, qeyr muaqqata bi əvqatin muayyənə, müəyyən vaxtlarda deyil. Yəni, müəyyən vaxtı təyin olunur. Yüsəmmə bin nəvafil mutlaqa, ümumi nafilələrdir. Çünki bəziləri əkədu min bə'd, bəzilərindən daha təkid olunur. Və sonra gecə qılınan namazlar var. Fəyusra'u fil-leyli kulluhu, gecə vaxtı qılınan namazlar. Mə'adə əvqatun nəhi, nəhi vaxtlarından başqa. Və salatul leyl əfdalı min salatin nəhar. Gecə namazları gündüz qılınan namazlardan daha əfzəldir. Təbii ki, nafilələrdən gedir. Gecə namazı, təəccüd namazı daha əfzəldir bildiyimiz kimi, möhtərəm qardaşlar. Bu da nafilə namazdır, tatavvu namazıdır, əlavə namazdır. Ancaq
fəziləti daha çoxdur. Nəyə görə? Çünki gecənin 1/3-də qalxmaq və eyni zamanda Rəbbimizin ona layiq olduğu şəkildə səmaya enməsi və qullarına deməsi ki, dua edən varmı, icabət edim, istəyən varmı, verim. Və bu məqamda gecə namazını qılmaq daha əfzəldir, möhtərəm qardaşlar. Sonra mə tusammə ləhul cəmaətü min salati tətavvu. Yəni tətavvu namazları, nafilə namazları cəmaatla mı qılınır? Qılına bilər, yoxsa tək də mi qılınır? Tusannu salatul cəmaə lit-təravih vəl-istisqa vəl-kusuf. Yəni 3 namaz var ki, onları sünnətdir ki, cəmaatla qılınsın. Təravih namazı, istisqa namazı və kusuf namazı. İstisqa namazı yağış namazıdır, kusuf namazı isə ay tutulanda qılınan namazdır. Sonra 4-cü məsələ ədədü ravatib. Ratibələrin ədədi. Hansı ki biz qılırıq namazlardan sonra. Ədədü ravatib, yəni ratibə namaz sünnətlərinin ədədi, daha doğrusu, möhtərəm qardaşlar. Ravatib nə deməkdir? Və hiyə daimə, müstəmirrə, yəni daimi qılınan namazlar. İstimrar, yəni daimi qılınan, müstəmir qılınan namazlara ratibə deyilir, ratibə sünnətlər var. Hansı ki onlar da təbiəl fəraid, fərz namazlarına bağlıdır. Hansı ki fərz namazlarda olan naqislikləri aradan götürülməsi kimi hikmətlər gətirilir. Hansı ki öncə keçdiyimiz hədisdə də xatırlandı. Sonra rəkətləri onların bəzi rəvayətlərdə 10 gəlir və səhih olan odur ki, ratibə sünnətləri 12-dir, möhtərəm qardaşlar. Necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mə min abdin muslimin, elə bir müsəlman yoxdur ki, yusalli lillahi ta'ala fi kulli yevmin 12 rəkə. Bir gündə 12 rükət sünnət qılsın, illə bənallahu lehu beytən fil cənnə. İlla deyir Allah ona cənnətdə ev tikməsin. Yəni, hər bir 12 rükət qılan, hər bir müsəlman üçün, mömin üçün cənnətdə Allah subhanahu wa ta'ala bir ev tikər. İllə buniyə lehu beytən fil cənnə. Cənnətdə onun üçün ev tikər. Hər gün 12 rükət qılana. Sonra, möhtərəm qardaşlar, bu sünnətlərin də, ratibələrin də daha təkid olanları var. Xüsusən fəcr namazının 2 rükəti. Necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, xayrun minəd dünya və mə fiyhə. Dünya və içindəkilərdən daha xeyirlidir. Sübh namazının 2 rükət sünnəti. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm heç zaman onu buraxmazdı. Ayşə radiyallahu anhə buyurur ki, həteyni rəkəəteyn, bu 2 rükəti وَلَمْ يَكُنْ يَدَعْهَا əbədə, heç vaxt Allah Resulü tərk etməzdi. Və dünya və içindəkilərdən də xeyirlidir. Düşünün, nə fəzilətli bir sünnətdir. Allah Resulü sallallahu aleyhi və səlləm 2 namazı, 2 sünnəti heç vaxt buraxmazdı. Vitir namazının 1 rükətini, səfərdə bilirik ki, sünnətlər buraxılır, ratibə sünnətlər, qılınmır. Saydığımız 12 rükətdən yalnız sübh namazının 2 rükət sünnəsi qılınır və 1 rükətdə vitir namazını qılırıq. Və inşallah bununla kifayətlənək. Allah subhanahu və teala işli faydalanlardan etsin. Allah subhanahu və teala bu gözəl sünnətləri hər birimizə qılmağı müvəffəq etsin. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.